Salam dəyərli izləyiciləri, bu gün sizə Energotelsin 6 proqramlı 6007 kodlu sobası haqqında ətraflı məlumat verəcəyik. Sobanız 72 litrajdan ibarətdir, içi full teflondan təşkil olunmuşdur. Sobamızın qrili, ızqarası, toyuq çevirməsi, öz-özünü təmizləməsi, buz açma kimi funksiyaları mövcuddur. Eyni zamanda sobanın üst qapağını çıxarılıb, şüşənin rahat şəkildə təmizlənib yenidən yeri taxması da mümkündür. Sobamız 6 proqramdan ibarətdir. 6 proqramlı sobamız 280 dərəcə maksimum istilik dərəcəsinə təchiz olunmuşdur və ən əsası sobamız 3 knopkalı və pop-up knopkalardan ibarətdir. Sensor idarə etməli deyil. Sobamızda proqramlarımız 6 proqramdan ibarətdir dediyimiz kimi. Birinci proqramımız işıqdır. Bütün sobalarda olduğu kimi demək olar ki, həm işıq funksiyasını, həm də eyni zamanda konveksiyon rejiminin, əsas bildiyimiz konveksiyon rejiminin işə salınmasını istifadə edir. İkinci proqramımız isə burada alt-üst spiral və orta fan motorunun, yəni konveksiyon rejiminin işləməsi rejimidir ki, burada şirniyyatların falan bişirilməsində, şirniyyatların daha yaxşı şişməsində, köpməsində istifadə olunur. Üçüncü proqramımız sadəcə alt və üst spiralın istifadə olunmasıdır. Digər dördüncü proqramımız sadəcə alt spiralın istifadə olunması və eyni zamanda öz-özünü təmizləmə funksiyası kimi istifadə olunur. Digər proqramımız sadəcə üst spiral, o birisi proqramımız isə qril, ızqara, toyuq çevirmə proqramları istifadə etmək üçündür. Burada bir şey qeyd etdikdə, öz-özünü təmizləmə funksiyası dedikdə, bütün sobalarda, digər videolarımızda var, qeyd etmişik. Öz-özünü təmizləmə funksiyası olan kimi bu sobamızda da var. Yəni onun üçün bir daha burada qısa izah verim. Yəni sobanın içi tam şəkildə boşaldılır. Dəmir qabda içərisinə su qoyulur. Dərəcə 280 dərəcə maksimum dərəcəyə seçilir və dəqiqə 30-40 dəqiqə arasında seçildikdən sonra soba tam şəkildə parlanır. Müəyyən müddət keçdikdən sonra qapı açılır və əski ilə içini təmizləyib, içərisində artıq yağların ləkələrini sürtüm, yağları təmizləyim kimi bir şeylərə ehtiyac olmur. Yağlar yumuşaldıqdan sonra adi əski ilə silib tərtəmiz eləmək mümkündür. Və ən əsası sobamızın işıqlanma sistemi 2 işıqlanma sistemindən ibarətdir. Bu da sobalarda bişiriləcək şirniyyatların daha rahat görmək üçün bizə avantaj yaradır.